2026-cı il yanvarın 1-dən avqustun 15-nə qədər 1396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 Azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb. Bunu reporta açıqlamasında Kiyevdə Azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib. O qeyd edib ki, bununla belə Ukraynada hələ də qalma müddətini pozan və ya miqrasiya statusunu rəsmiləşdirməyən Azərbaycan vətəndaşları var. Hazırda bu məsələyə xüsusilə ciddi yanaşmaq lazımdır. Çünki 22 may 2026-cı ildən Ukraynada Ukrayna Dövlət Miqrasiya Xidməti, Ukrayna Dövlət Sərhəd Xidməti, Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının iştirakı ilə miqrant ümumdövlət tədbirləri həyata keçirilir. Odur ki, Şəmsi Məhərrəmov Ukraynada yaşayan azərbaycanlılara qalma müddətlərini və sənədlərinin qüvvədə olub-olmadığını yoxlamağı tövsiyə edir. Həmvətənlərimiz miqrasiya statuslarına ciddi yanaşsınlar. Əgər qalma müddəti artıq pozulubsa və ya sənədlərlə bağlı problem varsa, bunun dövlət orqanları tərəfindən aşkar edilməsini gözləmək əvəzinə mümkün qədər tez qanuni həll yollarını araşdırmaq lazımdır. Miqrasiya qanunvericiliyinin pozulması yalnız cərimə ilə deyil, müəyyən hallarda məcburi geri qaytarılma, ölkədən məcburi çıxarılma və Ukraynaya giriş qadağası ilə də nəticələnə bilər deyə vəkil vurğulayıb.